Münasibətlərdə ən çox ağrının hiss olunduğu indiki zamanda niyə biz həzz və xoşbəxtlik yaşaya bilmirik, onun əvəzində isə ağrı və istirab çəkirik. Baxın, bunun əsas səbəblərindən biri də sevgi və istək anlayışını düzgün anlaya bilməməyimizdədir. Yəni, istəməklə sevmək tamam fərqli bir şeylərdir. Baxmayaraq ki, onların kökündə elə hər ikisinin nəsnəsində aşağı-yuxarı eyni şeylər yatır. Amma fərqləri mütləq bilmək lazımdır. Bu fərqlər nədən ibarətdir? İstəmək zehindən gəlir, zehinsel bir hissdir. Sevmək isə qəlbdən gəlir. Təmənnasız, qarşılıqsızdır. İstəmək, sən mənə bir şeylər etdikdən sonra mən sənə özümdən hansısa bir şeylər ötürə bilərəm anlayışıdır. İstəmək, qarşı tərəfdə olan gözləntiləriniz qarşılanmayanda incimək duyğusu, acı, istirab hissləri yaşadan bir duyğudur. Sevmək isə təmənnasız olaraq heç bir şey gözləmədən qarşı tərəfə öz sevgini bölüşməkdir, öz sevgini ötürməkdir. Baxın, sevgi dəymiş istəməkdir. İstəmək çal sevgidir. Ona görə də mütləqdir ki, bu mənaları öz içinizdə doğrulayasınız və öz içinizdə düzəldəsiniz. Siz istəyirsiniz, yoxsa həqiqətən sevirsiniz?